Üçüncü məsələyə baxaq. Deməli, xəritədə 4 santimdir. Deməli, xəritədə 4 santimdir. Miqyası 1 bölünsün 2000'dir. Realda ölçüləri nədir? Gəlin baxaq. Realı tapanda biz nə edirdik uşaqlar? Real bərabərdir miqyas vurulsun xəritəyə, düzdür? Gəlin qoyaq yerinə. Real bərabərdir. Miqyas nədir? 2000. Xəritədə 4. Bərabər oldu 8000. Deməli, realda 8000 nədir uşaqlar? Santimetrdir. Gəlin indi onu çevirək. Eləyəcək 80 metr. Bu ikisi sıfırlar getdi. Oldu 80 metr. Deməli, reallıqda 80 metrdir. İndi isə dördüncü məsələ eləyək. Deməli, reallıqda ölçüsü. Real ölçüsü 18 kilometrdir. Xəritədə 3 santimdir. Miqyası tap. Gəlin tapaq. Biz bilirik ki, miqyası necə tapırıq? Xəritəni bölürük reala. Düzdür uşaqlar? Gəlin qoyaq yerinə. Xəritə nədir bizdə? 3. Real da 18 kilometrdir. Gəlin o 3 santimetr olduğu üçün bunu da santimetrə çevirək. Yəni 5 dənə sıfır əlavə eləyək. Düzdür? Və 3'ə ixtisar gedəcək. Burada olacaq 1 bölünsün. 3'ə böləndə burada eləyir 600.000. 1 bölünsün 600.000. Deməli, miqyası tapdıq. 1 bölünsün 600.000. Ümid edirəm ki, miqyası başa düşdünüz. Bundan sonra miqyas eləyəndə düsturlar vasitəsilə asanlıqla öhdəsindən gələcəksiniz. Sağ olun uşaqlar.